Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Əleyhissalamın şəhadəti münasibəti ilə başda İmam Zaman ağa və onun haqq naibi olmaqla bütün haqq ədalət sevərlərə başsağlığı deyirəm. Bu gecələr iki böyük hadisə baş verir. Birincisi, insanların hidayəti üçün Peyğəmbərin mübarək qəlbinə Quran nazil olur. İkinci isə insanların əlindən tutub Allaha tərəf hidayət edən Əleyhissalamın şəhadət günləridir. Bunların hər ikisi hidayət edəndir. Biri Samitdir, Samit Quran-ı Kərimdir. İnsan onu oxusa, üzərində fikirləşsə, diqqət etsə, Allahın mesajlarına diqqət etsə, insanı haqq yola hidayət edər. Digəri isə insanların əlindən tutub birbaşa Allaha tərəf hidayət edən Natiq-i Qurandır, yəni Əleyhissalam. Əleyhissalam bütün yaşayışı ilə Quranı izah edirdi. Əleyhissalam Quranı bütünlüklə yaşayırdı. İbn-i Mülcəm lənətullah Əleyhissalamın başına qılınc zərbəsi vuranda Cəbrail Əleyhissalam buyurdu: "Təhəddəmət vallahi ərkanul huda qutilə aliyyunil murtəza." And olsun Allaha, hidayət rükunları dağıdıldı. Əleyhissalam qətlə yetirildi. Əleyhissalam haqla batili ayıran meyyardır. Əleyhissalam Peyğəmbərin həqiqi yolunu gedənlərlə getməyənləri ayırır. Peyğəmbər Şabaniyyə xutbəsində buyurur: "Ya Əli, və mən qətələkə fəqəd qətələni." Hər kəs səni öldürsə, məni öldürüb. "Və mən əbğəzəkə fəqəd əbğəzəni." Hər kəs səninlə düşmənçilik etsə, mənimlə düşmənçilik etmiş olur. "Və mən səbbəkə fəqəd səbbəni." Hər kəs səni söysə, məni söyübdür. Niyə Peyğəmbər Əleyhissalam haqqında bu sözləri deyir? Çünki Əleyhissalam haqla batili ayıran meyyardır. Əleyhissalam Peyğəmbərin yolunu həqiqi gedənlərlə getməyənləri ayırır. Çoxları deyir, biz Peyğəmbərin yoluna gedirik. İddia edirlər ki, biz Peyğəmbərin yolunu gedirik. Belə deyənlər görün Əleyhissalama münasibəti necədir. Əgər Əleyhissalamla düşmənçilik edirlərsə, yalandan deyirlər biz Peyğəmbərin yolunu gedirik. Peyğəmbərin yolunu gedənlər Əleyhissalama tabi olarlar. Çünki Əleyhissalam Peyğəmbərin özüdür. Əleyhissalamın yolu Peyğəmbərin yoludur. Əleyhissalamın yolu Peyğəmbərin yolundan başqa bir yol deyil. Onlar ki, iddia edirlər biz Peyğəmbərin yolunu gedirik, bugün başa düşüblər ki, əgər Əleyhissalamın adını çəkməsələr, onların yalançı iddiaları üzə çıxacaq. İddia edirlər ki, biz də əlini sevirik. Kim deyir ki, biz əlini sevmirik? Bizim Əleyhissalama məhəbbətimiz var. Amma Əleyhissalam 4-cü xəlifədir. Bugün Suriyaya diqqət etsək, zahirdə Əleyhissalama etiqad bəsləyənləri qətliam edirlər. O kəslər ki, qətliam edir, onlar iddia edirlər ki, biz Peyğəmbərin yolunu gedirik. Yaşlı, körpə, cavan demədən təhqir edərək hamısını qətlə yetirirlər. Budur sizin iddianız ki, biz Peyğəmbəri sevirik, Peyğəmbərin yolunu gedirik. Əgər Peyğəmbərin yolunu gedirsinizsə, niyə Əleyhissalama zahirdə etiqad olanları qətlə yetirirsiniz, özü də təhqir edərək qətlə yetirirsiniz? İndi ki, bunlar zahirdə yalandan iddia edirlər, biz Əleyhissalamı sevirik, ona məhəbbət bəsləyirik. Baxın, görün, bunların Əleyhissalamın dostlarına münasibətləri necədir? Əgər Əleyhissalamın dostlarını da sevirlərsə, həqiqətən də Əleyhissalamı sevənlərdir. Yox, əgər düşmənçilik edirlərsə, bunlar özləri elə Əleyhissalamın düşmənidir. İmam Rıza Əleyhissalam buyurur, onlar ki, iddia edirlər, bizlərə məhəbbətləri var, onların bizim şiələrimiz üçün fitnəsi Dəccalın fitnəsindən daha şiddətlidir. Çünki onlar bizim dostlarımızla düşmənçilik edirlər, bizim düşmənlərimizlə isə dostluq edirlər. Belə olan halda haqla batil bir-birinə qarışır və möminlə münafiq tanınmır. Bu günə diqqət etsək, görür ki, bəziləri Əleyhissalamın şiəsi adını daşıyır, özü də söz sahibidir, amma Əhl-i Beytin düşmənləri ilə oturub durur. Əleyhissalamın düşmənlərinə, Əhl-i Beytin düşmənlərinə meyl edir. Və haqq cəhbəsində olanları, onlar ki, məzlumların dadına yetişirlər, məzlumlara köməklik edirlər, onların əleyhinə danışır. Belələrinin fitnəsi Dəccalın fitnəsindən daha şiddətlidir. Əleyhissalamın dostları kimlərdir? Hər kəs desə ki, mən Əleyhissalamı sevirəm, Əleyhissalama məhəbbət bəsləyirəm, Əleyhissalamın dostu olur. Əleyhissalamın dostları o kəslərdir ki, məzlumun yanındadırlar, həmişə məzlumun yanındadırlar. Məzlumların dadına yetişirlər. Allahın, onun rəsulunun və Əhl-i Beytin düşmənləri ilə düşmənçilik edirlər və dostları ilə dostluq edirlər. Baxın, görün, bu günləri kimlərdir? Dünyada məzlumların dadına yetişən. Baxın, görün, bugün kimlərdir? Öz canları ilə Allahın düşmənləri ilə vuruşanlar. Belələri Əleyhissalamın dostlarıdır və həqiqi şiələri də belələridir. Buna diqqət etsək, bizim üçün bəlli olar ki, Əleyhissalamı həqiqi sevənlər kimlərdir? Əleyhissalama həqiqi məhəbbət bəsləyənlər kimlərdir?
və onlar ki, yalandan boş iddia edirlər ki, biz Əli əleyhissalamı sevirik, bunların yalancı iddiaları üzə çıxmış olur. Bu gün diqqət etsəz, bu yalandan iddia edənlər məzlumların başına bomba tökən zalimların yanındadır və onların bu çirkin işlərini də dəstəkləyirlər. Və onlar ki, bu zalimlarla mübarizə aparırlar, bu məzlumların başına bomba tökən zalimlarla mübarizə aparırlar, onların da əleyhinə çıxırlar. Peyğəmbəri və onun əhl-i-beytini sevmək, onların dostlarına məhəbbət bəsləmək və onların düşmənləri ilə düşmən olmaq insanı Allaha, Peyğəmbərə və onun əhl-i-beytinə yaxınlaşdırır. Və ətəqarrabu ilallah summa ilaykum bimuvalatikum və muvalati valiyikum və bilbəra'ati min a'daikum. Allaha yaxınlaşıram və siz əhl-i-beytə yaxınlaşıram. Sizə məhəbbət bəsləməklə, sizin dostlarınıza məhəbbət bəsləməklə və sizin düşmənlərinizlə düşmən olmaqla. Allah Teala inşallah bizlərə dünyada Əli əleyhissalamın ziyarətini, qiyamətdə isə şəfaətini nəsib etsin və bizləri Əli əleyhissalamın vilayətində sabit qədəm olanlardan qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.